Salam, bugün sizinlə insanda tənəffüs sistemi dərsi ilə tanış olacaq. Gəlin başlayaq. İnsanın tənəffüs sistemi hava aparıcı yollardan və ağciyərlərdən təşkil olunur. Hava aparıcı yollar burun boşluğu, burun udlaq, qırtlaq, nəfəs borusu, digər adı ilə traxeya və bronxlardan ibarətdir. Ağciyərlərdə, alveollarda isə qazlar mübadiləsi baş verir. Burun boşluğu. Burun boşluğunun içərisində qıvrım formalı yollar vardır. Bunun hesabına havanın keçdiyi yol uzadılır. Burada selektiv edən vəzlər vardır ki, həmin havada, qəbul etdiyimiz havada olan toz parçacıqlarıdır, mikroorqanizmlərdir, allergenlərdir. Bunlar seliyə həbs olunur. Daha sonra burada olan kirpiklər hesabına həmin seliyə həbs olmuş hissəciklər udulağa göndərilir. Udulaqdan ya udulur, ya xaric edilir. Həmçinin burada qan damarları ilə zəngindir. Bu qan damarları ilə zəngin olması hesabına qəbul edilmiş hava bədən temperaturuna yaxın temperatura qədər isidilir. Əlavə olaraq burada deməli qoxu reseptorları vardır ki, qəbul etdiyimiz havada olan qoxuları hiss edirik. Həmçində hava burun boşluğunda nəmlənir. Nəmlənmə də yenə selektiv edən vəzlər hesabına baş verir. Hava burun boşluğundan keçir udlağa, oradansa qırtlağa keçir. Qırtlaq bir neçə qığırdaqdan təşkil olunmuşdur. Baxın, qırtlaqda qırtlaq qapağı vardır. Nə işə yarayır? Udma aktı zamanı qırtlaq yuxarıya doğru qalxır və qırtlaq qapağı geriyə nəfəs borusunun girişini bağlayır. Bunun girişini bağlamasının səbəbi qidanın nəfəs borusuna düşməsinin qarşısını almaqdır. Digər bütün hallarda qırtlaq qapağı açıq olur. Yalnız qida qəbulu zamanı qırtlaq qapağı bağlı olur. Həmçinin qırtlaqda səs telləri yerləşir və burada səs yaranır. Səs telləri əgər bir-birinə yaxındırsa, bu zaman danışırıq. Səs telləri bir-birindən tamamilə aralıdırsa, bu zaman susmuş vəziyyətdəyik deməkdir. Buradan sonra, qırtlaqdan sonra hava keçir traxeya, digər adı ilə nəfəs borusuna. Nəfəs borusu C formalı yarım dairəvi qığırdaq halqalardan ibarətdir. Baxın, burada da göstərir. Sual oluna bilər. Nə üçün bu C formalıdır? Tam qığırdaq halqa deyildi. Çünki nəfəs borusunun bilavasitə arxa divarına qida borusu birləşmişdir. Həmin o qida borusundan qidanın daha rahat keçməsi üçün bu tam halqa deyildir. C şəkilli halqadır və bu elastiki divar olan hissədə isə qida borusu vardır. Bundan sonra deyirik ki, nəfəs borusu ağciyərlərə doğru getdikcə sağ və sol bronxlara ayrılır. Bunu keçirik fəaliyyət hissəsinə. Baxın, sağ bronx, daha doğrusu bu tərəf, sağ bronx daha kiçik, daha genişdir amma mənfəzi, sol bronxsa daha uzun, daha dardır. Bu, burada da verilmişdir, baxın. Bircə saniyə. Bu sağ bronxdur, daha qısa, daha geniş dama. Sol bronx isə, baxın, sol, sağ. Sol bronxsa daha uzun, amma mənfəzi dardır. Buna görə də əsasən qida və sair düşdükdə sağ bronxa düşmə ehtimalı daha böyükdür, çünki mənfəzi daha genişdir. Keçirik fəaliyyət hissəsinə. Fəaliyyət hissəsində deyil. Sağ və sol hissələrin bir-birindən fərqli olmasının səbəbi necə izah edərsiniz? Baxın, burada ürək yerləşir. Ürək mərkəzi oxdan sola meyilli şəkildə olur. Baxın, sol ağciyərə sökənmiş vəziyyətdə olur. Sağ ağciyər 3 paylı, sol ağciyər 2 paylıdır. Bunun da anatomiyada izah edirik ki, sol ağciyərə ürək sökənmiş vəziyyətdədir və bunların bir-birindən fərqli olmasının səbəbini bu şəkildə izah edirik. İkinci sualda deyir, sizcə sağ və sol ağciyərlər bir-birinə fərqlənməsəydi nə baş verərdi? Sözsüz ki, həmin nəfəs alma və ya ürəyin işi, ağciyərlərin işi pozulardı. Bunların ölçüləri tamamilə eyni olsaydı. Davam edirik. Deyirik ki, traxeyalarda kirpikli və vəzli epitellər vardır. Vəzli epiteli seli ifraz edir. Bu burundan məqsədi eynidir ki, yenə tam ola bilər hava təmizlənməsin, nəfəs borusuna qədər mikroorqanizmlər, yad hissəciklər gəlib çata bilər. Həmin o mikroorqanizmlər və yad hissəciklər seliyə həbs olunsun. Bu kirpikli epitelin ritmik hərəkət etməsi hesabına göndərilsin udulağa, yenə ya udulsun, ya xaric edilsin.
Nəfəs borusu bronxlara, bronxlarsa bronxiyollara, bronxiyolların ucları isə qovuq şəklində alveollardan bitir. Baxın, alveollardandır. Alveollar bronxiyolların dedik genişlənmiş uc hissələridir və alveollarda qazlar mübadiləsi gedir. Həmçində burada bir plevra boşluğu vardır ki, biz deyirik ki, döş boşluğunun daxili divarını, daxili səthini plevra örtür. Həmçində ümumiyyətlə plevranı biz iki yerə bölə bilərik. Xarici plevra və daxili plevra. Deyirik ki, xarici plevra döş qəfəsinin daxili səthini, diafraqmanı və ürək kisəsini örtür. Daxili plevra isə birbaşa ağciyərin üzərini örtür. Və bu ikisi arasında qalan boşluq, baxın bu buradır, plevra boşluğu və bu ikisi arasında qalan boşluq plevra mayeəsi ilə doludur ki, bura plevra boşluğu olur. Plevra boşluğunda hava olmamalıdır. Bununla da bitir bu hissə və burada alveolların şəklini göstərilmişdir. Bu bronxiyollardır ki, hansı ki bronxlar bronxiyollara qədər şaxələnir. Onların da ucu qovuqlar şəklində bitir. Bunlar da alveollar adlanır. Düşün müzakirə et, paylaş hissəsi. Sizcə traxeyanın daxili divarının silikli və vəzli hüceyrədən ibarət olmasının əhəmiyyəti nədir? Bunu yuxarıda izah etdik. Dedik ki, kirpikli olması ritmi hərəkət edərək həmin silikdə tutulmuş hissəciklərin udlağa göndərilməsindən ibarətdir. Selik də ümumiyyətlə oranı nəm saxlayır. Seliyi ifraz edir ki, yad hissəciklər tutulsun. Bunlar da seliyin funksiyası və selikdə də mikroorqanizmlərlə mübarizə üçün anticismlər və fermentlər də ola bilər. Öyrəndiklərinizi tətbiq edin. Ağız vasitəsilə tənəffüs etmək mümkündür. Lakin ağız havası ilə tənəffüs etmək məqsədə uyğun hesab edilmir. Bəli, xüsusilə soyuq havalarda ağızla uzun müddətdə tənəffüs etmək geri dönülməyəcək fəsadlara gətirib çıxara bilər. Deyir, sizcə bu fikir nə qədər düzgündür? Baxın, bayaq saydığımız burun vasitəsilə tənəffüs edən zaman havanın nəmlənməsi, havanın isinməsi, havanın təmizlənməsi bunlar burunla nəfəs alan zaman olur. Əgər ağızla nəfəs alsaq, bu zaman hava birbaşa ağciyərlərə göndəriləcək, təmizlənməmiş, quru halda, həmçində isinməmiş şəkildə gedəcək. Bu da tənəffüs yolunun ümumiyyətlə hava aparıcı yollarda xəstəliklərə və yaxud da ki, ağciyərdə xəstəliklərə gətirib çıxara bilər. Yəni, olmaz ağızda tənəffüs etmək. İkincisi, baxın, burada pnevmotoroksi danışır bu geniş mətndə. Pnevmotoroks nədir? Pnevmotoroks həmin o plevra boşluğunda biz dedik ki, maye olmalıdır. Mayenin əvəzinə hava dolmasıdır. Bununla da pnevmotoroks hadisəsində ağciyərin bir hissəsi və yaxud da ki, tamamilə öz funksiyasını itirməsi deməkdir. Plevra boşluğuna hava dolması nəticəsində. Plevra boşluğuna hava dolduqda ağciyərlə xaricdəki həmin o təzyiq bərabərləşir. Bununla da artıq ağciyər öz funksiyasını yerinə yetirə bilmir. Təzyiqlər fərqi olmalıdır ki, öz funksiyasını yerinə yetirsin. Bu da bizə sual verir. Deyir, pnevmotoroksin niyə sol ağciyərin büzülməsinə səbəb olduğunu izah edin. Burada mətndə deyir ki, sol ağciyər büzülür, sağ ağciyər isə normal şəkildə öz fəaliyyətini davam etdirir. Səbəb odur ki, burada sol ağciyərlə burada deyir birinci səbəbini izah edin. Səbəbini bayaq izah etdik ki, plevra mayeəsinə hava dolmuşdu, təzyiq bərabərləşmişdi. Bununla da ağciyər büzüşmüşdü və öz funksiyasını yerinə yetirə bilmir. İkinci isə deyir, sizcə nə üçün sağ ağciyərin normal fəaliyyəti pozulmuyor? Çünki şəkildə də görsənir ki, sağ və sol ağciyər anatomik cəhətdən bir-birlə bilavasitə əlaqəli deyil. Onun üçün də sol ağciyər büzüşdüyü halda sağ ağciyər öz funksiyasını davam etdirir. Normal nəfəs alıb vermə prosesini davam etdirir. Öyrəndiklərinizi yoxlayın. Hava aparıcı yollar hansı orqanlardan təşkil olunmuşdur? Hava aparıcı yollar burun boşluğu, burun udlaq, qırtlaq, nəfəs borusu, digər adıyla traxeyalar və bronxlardan təşkil olunmuşdur. İkinci sual, traxeyanın yarım dairəvi qığırdaq halqalardan ibarət olmasının əhəmiyyəti nədir? Bunu yuxarıda da qeyd etdik. Traxeyanın bilavasitə arxa hissəsində qida borusu vardır. Həmin o qidanın udulmasında rahat olsun, yəni maneçilik törətməsin. Tam halqa olsaydı, o zaman qida düşünün, halqalara dəyə-dəyə bir-bir düşür. Bu arada kitabımızda buradan əlavə 2 dənə də sual vardı, öyrəndiklərinizi yoxlayın. Üçüncü sualda deyirdi ki, qırtlaq qapağı hansı funksiyanı icra edir? Deyəcəksiniz ki, udma zamanı qırtlaq yuxarıya doğru qalxır, qırtlaq qapağı
geriyə doğru nəfəs borusunun girişini bağlayır ki, qida nəfəs borusuna düşməsin, yəni traxeya düşməsin. Dördüncü sualda isə deyirdi, plevra boşluğu hansı strukturlardan təşkil olunmuşdu? Biz də deyirik ki, plevra boşluğu xarici və daxili plevra arasında yerləşən həmin o nazik maye dolu bir quruluşdur, bir boşluqdur. Xarici plevra deyirik örtür döş qəfəsinin daxili səthini, diafraqmanın və ürək hissəsini örtür. Daxili plevra isə bilavasitə ağciyərin səthini örtür. Həmin iki hissədə də iki plevra arasında qalan boşluqsa plevra boşluğu adlanır. Bu qədər. Sağ olun.